TikToker Nərmin canlı yayım zamanı bacısı ilə münasibətlərindən danışıb. O, bacısından incidiyini bildirərək bu mövzuda səmimi açıqlamalar verib. Nərminin sözləri izləyicilər arasında maraq doğurub və canlı yayımda geniş müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik. Qədər deyirdim, heç nə yoxdur, amma bu dəfə var. Bir dənə qaşım qalmışdı, elətdirməmiş, onu da dürtdüm. Dincəlin. Bir dənə qəmzəm özümündür. Baxardınız da, çay. Çay verərsən. Çay. Çaynik fincan. Siz keçən dəfə mənə böyük belə fincan verdiniz. Qəşəng Dədə Baba. Ondan gətir. Kurabiyə ilə. Amma bu o deyildi. İçəridə deyərsən. Yaxşı. Bir dənə deyərsən ki, bu o deyildi. Sağ ol. Götürərsən bunu. Gəncədən salam, əleykümə salam. Bütün Gəncə əhlini salamlayıram. Mən Şəmkirə gələcəkdim sabahları, alınmadı, qaldı gələn həftəyə. Zəngilandan salam, əleykümə salam. 4 gün gəldim, qaldım orada. Çox sağ olun. Necə belə enerjili qala bilirsiniz? Nə bilim, həyatda da məcburam, yaşamalıyam. Dizimi yerə atandan sonra kim gəlib qaldıracaq ki? Səncə yıxılanı kim əlindən tutub qaldırıb? Ömür boyu yıxılanın başına deyiblər ki, əcəb oldu. Qapının açıq, bağlı qalsın, heç çıxmayasan. Valla. Hələ dünə... Bəli, zəhmət olmasın. Bunu götürün tez bir də, xahiş edirəm. Paket olsun? Yox, ay qardaş, nə paket götür onu. Bütün Talış elinə salam deyirəm. Lirik, Masallı, Astara, Cəllabat, belə su var, igidlər oylağı, yardımlı, hamısına çoxlu. Mən özüm Salyanlıyam. Mamam Yerazda, atam Salyanlıdır. Əslində atam Şamaxılı olub. Nə tərsə gəlib düşmüşük Salyana. Var olun. Mən də Salyanlıyam, çox gözəl. Bəli. Sarvandansız, hə, çox gözəl. Yeməyə nə olmuşdu? Pendirli lahmacun o deyildi, soyuq quruydu. Mən xoşlayıram soçunu belə, dartanda pendir belə qalxır, belə qəşək. O deyildi də yana. Nə yalan deyim, o deyildi. Məsələn, mən 8 ildir qutab pişirirəm də, düzdür. O dad hələ də yaşadıram. Amma mən burada keçən həftə gəldim, lahmacun yedim. Onunla bunun arasında dünyalar qədər fərq var. Baskala nə vaxt gəlmişdiniz? 5-6 bazar, birinci gün oradaydım. Gecə ilə gəlmişəm. Çox sağ ol. Salyandan salam, Zəhmətkeş xanıma. Can, əleykümə salam. Peterdən salam, əleykümə salam. Belesuvardan salam, əleykümə salam. Təşəkkürlər. Şuşada olmuşam, bəli. Şuşada olmuşam, Laçında olmuşam, Cıdır düzündə olmuşam, Qarabağda olmuşam. Sonra Ağdamda olmuşam. O Ağdamın içi ilə gedirsən, o kəndin adı nədir? Hərbi hissədə var, sağ tərəfində, səhv etmirəmsə. Dilimin ucunda deyil. Çox sağ olun. Sumqayıtdan salamlar, əleykümə salam. Çox sağ olun. Təşəkkürlər. Hadrut, Quzanlı. Ən çox sevdiyim Quzanlıdır. Çox istəyirəm, orada mənim tanışlarım var həm də. Bir ailəndə qonağı olmuşuq. Quzanlı, hə. Mən ora travel'la getmişdim, travel aparmışdım mən. Çalvadan salam, əleykümə salam, çox sağ olun. Təşəkkürlər, təşəkkür edirəm. Yazıq da Elnuru da apar. Elnur niyə yazıq olur ki? Elnur handa 5 dənə kişinin biridir. Niyə yazıq olur ki? Belə pis çıxmasın. Heç sənin arvadın indiyə qədər sənin Nazunla oynayıb, qucağında götürüb səni hamamda uşağı kimi çimizdirib, yazıq niyə olur? Sadəcə Elnur bir avtobusda 60 nəfər qonaq olur. Mənim ərim oturaq adamdır. Hər dəqiqə başı siqaret çəkir, hər dəqiqə başı ayaq yoluna gedir. O boyda Ekarusa mən deyə bilmərəm ki, surətli yolda saxla mənim yoldaşım bir siqaret çəksin. Bəli.
Biz hara lazım olsa ora biz ailəvi gedirik. Siz narahat olmayın. Yazıq özünüzsüz. Elnur yazıq deyil. Şamaxıdan salam, əleykümə salam. Salam, salam Hüseyin, necəsən? Çox sağ olun. Sevda mənim bacımdır. Sadəcə aram biraz soyuqdur. Soyuq deyəndə incimişəm, pneumoniyadır. Mən Sevda nə silib ata bilərəm, dırnaqla əti silib ayırmaq olardısa, onda nə dırnaq olardı, nə də ət olardı. Ətlə dırnağın arasında tamam başqa bir şey olardı. Deməli, bunlar bitişikdir də, bacı da, qan bağı da odur. İncimək olmaz.